Salam, hər vaxtınız xeyir, dəyərli dostlar, xoş gördük. Bugün 18 iyul 2026-cı il. 20 Qəstim müharibənin 1606, ümumi müharibənin 4532-ci gündür, dəyərli dostlar. Bugün səhər görüşmüşdük və danışmışdıq ki, gün ərzində görüşəcəyik. Çox təəssüf olsun ki, görüşə bilmirik. Yəni, studiyaya qayıtmaq mümkün deyil, hələ ki. Ola bilsin, heç sabah da mümkün olmaz. Ona görə dəyərli dostlar, nələr baş verdiyini belə qərara gəldim ki, çəkilişlə göndərim bizim redaktorlara, onlar sizin üçün paylaşsınlar. Yaxşı xəbərlər gəlməkdə davam edir. O cümlədən ilk növbədə, əziz dostlar, 425-ci skeli, yəni qaya alayı, əlahəddə hücum alayı çəkilişlər göndərib Konstantinovkadan. Konstantinovka şəhəri tamamilə raşist işğalçılarından azad ediliblər. Əməliyyatlar vaxtı aydındır ki, düşmən ağır itkilər verib. Ağır itkilər verəndən sonra həm də əsir düşənlər də var. Bunlarla bağlı materialları sizə təqdim edəcəyik. Amma yəqin ki, mən şəhərə qayıdandan sonra. Amma məlumatlara özünüz də girib, ayrı-ayrı agentliklərdən, yaxud sosial məkanlardan oxuya bilərsiniz. Beləliklə, əziz dostlar, dediyim kimi 1606-cı gün Konstantinovka şəhəri nəinki işğal edilməyib, tamamilə azad edilib. Bununla bağlı 425-ci alayın Facebook səhifəsinə də girib özünüz məlumat ala bilərsiniz. Bunlar öz yerində. Bildiyiniz kimi, Ukrayna Silahlı Qüvvələrinin uzaq zərbələr mərkəzi artıq Azov dənizini, belə deyək, böyük bir hissəsini təmizlədikdən sonra Qara dənizi təmizləməyə keçib. Bundan da bağlı, demək, Azov dənizi ilə bağlı pilot uçuş aparatları sistemləri qoşunlarımızın, silahlı qüvvələrimizin başçısı Robert Brovdi bildirib ki, artıq hesab yüzlərlə dən gedir. Azov və Qara dəniz hövzələrində məhv edilən kölgə tankerinin sayı 200-ü keçib. Onlardan təxminən 136-sı Azov dənizində idi. Sırağa günkü mən məlumatı deyirəm, dünənki məlumat o qədər, necə deyərlər, məhv olunur ki, orada 3-ü, orada 5-i, orada 20-si. Demək, bu günləri komandar bildirdi ki, bunlar artıq yüzlərlədir və başqa, yəni, bütövlükdə yüzlərlə ən azı 200-dür. Bir neçə yüzdür də, yəni. Bu da həqiqətdir. Və sırağa gün Kiyev şəhərində baş tutan Türkiyə Cumhuriyyəti Dışişlər Bakanı Sayın Hakan Fidanla Ukrayna həm Xarici İşlər Nazirinin, həm dövlət başçısının görüşlərindən sonra Qara dəniz məsələsi həm də ciddi aktuallaşıb. Bu günləri Ukraynaya Qara dəniz hövzəsində, Qara dənizdə mane ola biləcək kimsə yoxdur. Bunlar həm də ona görə, demək, yaxşı əməliyyatlardır ki, bunu Financial Times-da yazıb. Ona görə yaxşı əməliyyatlar hesab edilirlər ki, Ukraynaya verilən kəşfiyyat materialları, demək, son dərəcə operativdir, dəqiqdir. Ona görə Ukrayna tərəf belə ciddi zərbələr endirməyə bacarır. Bunlar, necə deyərlər, dəniz bölgələrində aydındır ki, Krıma zərbələr hər gün olduğu kimi Feodosiya, Kerç istiqamətində, Sevastopol istiqamətində, Krımda belə deyək, yaşayışın, yaşamağın artıq mümkünsüzlüyü məsələsi təbii ki, dilə gətirilir. Bugün səhər kefirimizdə mən sizə Krımın Qaulyayteri, yəni Moskva tərəfindən təyin edilmiş bandit başçısı Aksionovun dünən axşamki müraciətini sizə göstərdim. Orada bildirir ki, yəni neftlə, benzinlə bağlı, yanacaqla bağlı problemləri həll etmək mümkün deyil.
Doğrudan da belədir. Çünki Ukrayna Silahlı Qüvvələri demək olar ki, Krım yarımadasını, Krım Muxtar Respublikasını mühasirə şəraitində saxlayırlar. Blokada şəraitində saxlayırlar. Bunlar da öz yerində və bu blokadanın açılması, yaxud qaldırılması mümkünsüz görünür. Mümkün deyil. Rusiya tərəfdən bunu etmək doğrudan da mümkünsüz görünür. Və bu gün səhər efirimizdə yenə də göstərdiyimiz kimi Moskva şəhərində, ətrafında, sonra Naginskidə, Elektrostalda, Tambovda, Valberis deyilən onların bir deməli logistika qurumu var. Yəni bu Amazon kimi və digər qurumlar kimidir. Yəni mallar sifariş verirsən, o da dünyanın hər yerindən gətirirlər, paylayırlar. Onların deməli ambarları vurulub. Bayaqları Prezident Zelenski açıqlama verdi və açıqlamasında bildirdi ki, ona görə Valberisin ambarları vurulub ki, onların vasitəsilə dronlar alırdı Rusiya Silahlı Qüvvələri. Yəni bununla bağlı bizdə məlumatlar var idi. İnsanlar mərkəzi hakimiyyəti lənətləyirlər, çünki 10 minlərlə, bəlkə də 100 minlərlə sifarişlər orada yanıb və Rusiya hökuməti artıq bildirdi ki, heç bir sığorta filan ödəməyəcək. Yəni bu da Rusiya hökumətinin, necə deyərlər, vətəndaşları haqqında çıxartdığı qərardır. Beləliklə Rusiyaya dronların daşıması məsələsində əsas xətlərdən mən deyərdim, əsas logistikalardan biri bu cürə məhv edildi. Bununla əlavə, əziz dostlar, bilirsiniz ki, deməli bu baş komandanın ətrafında, keçmiş müdafiə naziri ətrafında müəyyən diskusiyalar davam edir. Bildiririk ki, rəsmi mən bildirirəm ki, avqustun 18-nə qədər biz məzuniyyətdəyik, yəni parlamentin üzvləri, biz deyəndə mən parlamentin deputatı deyiləm, amma rəsmi, yəni parlamentin işçiləri, əməkdaşları və parlament deputatları avqustun 18-nə qədər illik tətildədirlər. Və o zamana qədər müəyyən hadisələr, necə deyərlər, müəyyən kadr məsələlər öz yerini tutmalıdır. Və ayrı-ayrı deputatlar prezidentə müraciət edirlər, həm özünün fraksiyasından, Slugi Naroda fraksiyasından və digər fraksiyalardan aydındır ki, prezidentə müraciət edirlər ki, o Silahlı Qüvvələrin baş komandanını dəyişsin və Mixail Fyodorovla bağlı da mən dünən ərsi baş verən görüşü ki, ötən gecə çox gec bitdi ki, ona xüsusi mandat verilir. O Təhlükəsizlik Şurasında demək innovasiyalar, yeni texnologiyalar, dronların alınması məsələlərinin hamısına nəzarət edir, o cümlədən maliyyələrin bölüşdürülməsi və onun tabiçiliyi Təhlükəsizlik Şurasının katibinə deyil, Təhlükəsizlik Şurasının birbaşa prezidentədir. Yəni o nə baş qərargaha, nə Silahlı Qüvvələrin baş komandanlığına, nə baş nazirə heç kəsə hesabat vermir. Birbaşa prezidentə hesabat verir. Bununla bağlı razılaşma var. İndi nə qədər irəli gedə biləcəklər, bu başqa məsələdir. Yeri gəlmişkən, həmən elə Financial Times da bildirib ki, General Sırskini dəyişə bilər, yəni Prezident Zelenski bildirib ki, dəyişə bilərəm. Amma o şəxs tapılmalıdır ki, yəni mənə deputatlar da kömək eləsin, hökumət üzvləri də kömək eləsin, generallar da kömək eləsin. Biz o şəxsi təyin edək ki, o Ukraynanın müdafiə gücünü gücləndirəcək və həm də artıracaq. Yəni döyüş əməliyyatları, yəni irəliləmələr filan da bunlar hamısı nəzərdə tutulur. O belə bu mənada məsələlər hələ ki, əziz dostlar, necə deyərlər, açıq qalır. Yaşayarıq, görərik, amma bir faciə yaxud hansısa bir qarşı durma filan məsələləri yoxdur. Demokratik cəmiyyətlərdə belə şeylər olur. Burada tək hakimiyyətli yaxud bir nəfərin istəyi ilə hər şey həll ola bilməz. Ukrayna parlament ölkəsidir, ona görə parlament üzvlərinin
dediyinə prezident müəyyən reaksiya verməlidir. O cümlədən də vətəndaş cəmiyyətinin və fikir liderlərinin dediklərinə. Biz olduğumuz ərazidə, yəni təxminən Belarus sərhəddidir bura, belə deyim. Biraz kənarda, amma istiqamət oradır. Burada tam sakitçilikdir. Şimal istiqamətidir. Deməli, Belarus silahlı qüvvələrinin bu ərazilərdən, bu aralardan keçmək şansı nə olmayıb, nə də olan deyil. Belə dostlar, üzürlü bilin ki, bugün axşam efirimiz olmayacaq. Dediyim kimi, sabah da ola bilsin buradan çəkilişlər edildi. O da mümkündür. Və baxarıq, yəni elə şeylər var ki, onları mən təxminən asılı deyil. Sağ olun, salamat qalın. Uğurlu axşam arzulayıram sizə və uğurlu istirahət günü sabah arzulayıram. Efirlərimizi bəyənin, paylaşın. Yaxşı xəbərlər çox eşidəsiniz. Hələlik. Görüşənə qədər.